Bəli, müəllim yoldaşlar, ekranda görürsünüz, yeni sözlərdir. Burada dərsi necə başlamalıyıq? Hansı bizim burada təlim nəticələrimiz var və yaxud da dərsimizin məqsədi var, baxaq görək. Deməli, 4-cü unit elə bir məsələyə həsr olunmuşdur ki, bu unitdə olan həm sözlər, həm də ki, buradakı qoyulmuş problem, yəni məsələ çox aktualdır və özünüz də xatırlayırsınız ki, sertifikasiyada bizə düşən mətnlərdə pollution, yəni çirklənməyə, ətraf mühitə aid idi. Yəni, bu dərsimiz, bu 4-cü unit çox vacibdir. Qrammatikası da bilirsiniz ki, həm burada mürəkkəb cümlələr başlayır izah eləməyə. Əslində, 7-ci sinifdə mürəkkəb cümlələr var, hətta 5-də də var. Amma bir qrammatika kimi ayrıca olaraq burada mürəkkəb cümlələr çox aydın verilir, çox ətraflı öyrənirik biz bunları və conditional, yəni şərt budaq cümlələrində, ikinci növ şərt budaq cümləsində yenə də bu unitdə öyrənməliyik. Baxaq görək hansı problemləri verir. What problems do you see in these pictures? Baxın, müəllim yoldaşlar, artıq bu cür cümlələrə texniki cəhətdən necə cavab verəcəyik? Bunu mən sizə dəfələrlə demişəm, ona görə də elə bilirəm bir problem olmaz. Yenə də yadımıza saxlayaq. Sual əvəzliyinə qədər olan hissəni, məsələn, görürsünüz, burada what'dan sonra problem sözü də var. Biz bunu da götürməliyik, problemsə qədər olan hissəni götürməliyik. Niyə? Çünki what'dan sonra əgər isim gəlirsə, bu whichə bərabərdir, yəni hansı deməkdir. Və ona görə də biz, bax, bu köməkçi feil də daxil olmaqla köməkçi feilə qədər olan hissəni atırıq və artıq bilirsiniz ki, əvəzlik də dəyişilməlidir. Niyə? Çünki sual verəndə biz üzümüzü tutub ikinci şəxsə sual veririk, amma cavab verəndə biz özümüzə sən demirik, şəxs əvəzliyi də dəyişir və buradan sonra cümləni rahatlıqla qururuq. I see, mən görürəm nəyi? Gördüyümüz şeyləri təsvir edirik. Bu aralıqda si-dən sonra, çünki tamamlıq lazımdır bizə və sonra isə cümləni tamamlayırıq. Və bu cür asanlıqla bir neçə dəfə bu cümləni eləyəndən sonra artıq dilimiz öyrəşir, beynimiz bunu qavrayır ki, bu ingilis dilinin söz sırası necədir və danışığımıza da gələcəkdə bu çox böyük köməkdir. Gəlin başlayaq. Məsələn, yenə də Kamilə xanımı görürəm birinci, amma ədalət var. Birinci bizdə müəllimə qoşulub Gülnar xanım. Gülnar xanım, zəhmət olmasa, gəlin həm sualı məntiqi cəhətdən, həm də texniki cəhətdən necə cavablandırarsınız, zəhmət olmasa baxaq. Bu hansı növ sual cümləsidir? Buyurun, Gülnar Yahyayeva. Gülnar xanım. Burada what problems do you see in these pictures? Bu şəkildə hansı problemləri görürsən? I can see ətraf mühitin çirklənməsi. Pollution. The problems, belə eləyək də, problems relating to environment, yaxud da environmental pollution. In this picture. Kən də deyə bilərsiniz müəllimə, çünki indi hal-hazırda baş verən hərəkətləri biz modal feillərlə ifadə edə bilirik, amma elə buradakı kimi də I see də deyə bilərsiniz. Doğrudur. Deməli, buradakı məsələlər təbiətlə əlaqədar, ətraf mühitlə əlaqədar, çirklənməklə əlaqədar problemlərdir. Yaxşı, indi hansı problemlərdir? Məsələn, birincidə görürük emission, yəni zərərli qazların atılmasıdır. İkincisi, buzlaqların əriməsidir, qlobal istiləşmə prosesidir. Üçüncü, şəhərlərin çirkliliyidir. Bilirsiniz ki, bugün bizim mətnimizdə var, işıq çirklənməsi var, havanın çirklənməsi var, səs çirklənməsi var. Bütün bu problemlər haqqında biz öyrənəcəyik və meşələrin qırılması, deforestation problemidir ki, bütün bunlar hamısı bizim indiki nəslin və gələcək nəsillərin bir problemidir. Hətta surviving məsələsi gedir. Yəni, biz ya bu çətinlikləri, bu çirklənmə problemlərini aradan qaldırıb yaşamalıyıq, planetimizi yaşatmalıyıq və yaxud da ki, bu çirklənmə planetlə bərabər
planetin sakinləri olan bizləri də məhv edəcək. Bundan necə danışmaq olar? Məsələn, Kəmilə xanım, siz bu emotion haqqında, ümumiyyətlə, bax, bu çirklənmə haqqında nə danışa bilərsiniz? Bax, mənim Azərbaycanca ilə dediklərimi ingilis dilində necə yəni ifadə edə bilərsiniz? Buyurun, zəhmət olmasa, necə bacarırsınız, nə qədər bacarırsınız cümlələr qurun? There are many kinds of Many'dən sonra kinds demək lazımdır, qadası. many kinds of environmental problems nowadays. One of them is emission, deforestations. Suların, buzlaqların əriməsi nə idi? Global warming. Global warming and əhali sıxlığı. Overpopulation. Overpopulation. Okay, you are right, Kəmilə xanım. Nowadays, there are not many, but even too many environmental problems, which you have also mentioned. For example, we can see a bear and her baby bear on the ice. Today's problem, one of the today's problem, it is, I think, the most dangerous one, because glaciers that melts rapidly may lead up to global problems and disappearing of most cities, even continents. For example, they say that there is such a conversation among the planet that America is in the danger of disappearing, because this warming problem leads to floods, dangerous floods, and it maybe stay under the water, a large amount of water. Then deforestation. If there is no trees, it means that there is no oxygen, there is no weather for living beings to breathe with. Or overpopulation. In most cities, there is such a problem of light pollution or voice pollution. What is the voice pollution mean? It means that there are too many voice and light, and it leads the global death of living beings, human or animals, or even plants. And we look through, we are going to learn this pollution one by one. Okay. Deməli, biz burada nə öyrəndik? Öyrəndik ki, ən təhlükəli problemlərdən biri buzlaqların ərinməsidir. Çünki hətta Amerika kimi böyük qitələr belə, əgər buzlaqlar həqiqətən ərisə, bu deməli qarşısı alınmasa, su altında, böyük bir miqdarda suların altında qala bilər. Və yaxud da, bax, bu ikinci, daha doğrusu altdakı deforestation məsələsində də, əgər ağac yoxdursa, oksigen istehsal olunmursa, nəfəs almağa hava olmayacaq və bu da yenə də canlıların həyatına son qoyulmağına səbəb olacaq. Gəlin baxaq görək bizim hansı vokablərimiz var. Vokabləri o qədər də çətin deyil, amma kiçik həcmli mətnlərimiz var. Bunları qaydarıq. Əsas böyük bir həcmli, çox vacib bir mətnimiz var. Ondan əvvəl sözlərimizə sürətlə nəzərdən keçirək. Excessive həddindən artıq deməkdir, artificial, süni, threat, qorxutmaq, end up, sona çatmaq, başa vurmaq, depend on, asılı olmaq, reduce, azaltmaq, lead to, aparmaq, bələdçilik etmək, liderlik etmək, invisible, gözə görünməz. Gəlin bir də deyim, əgər kimə lazımdırsa qeydlərini götürsün. Excessive,
həddindən artıq, artificial süni, threat qorxumaq, hədələmək, end up başa çatmaq, depend on asılı olmaq, reduce azaltmaq, lead to gətirib çıxarmaq və invisible gözə görünməz. Əsas burada bizim tapşırıqlarımız var, işləyəcəyik və bax bu mətni yaxşı olar ki, nəinki təkcə oxumaq, tərcümə eləmək, anlamaq, hətta məsləhət görərdim ki, bunu öyrənin. Çünki əgər danışmaq lazım olsa və yaxud da məsələn bizdə orada danışıq yoxdur da imtahanımızda, amma məsələn ola da bilər və yaxud da olmasa da mətnləri yaxşı başa düşüb cavablandırmaqdan ötürü bu mətni həm kifayət qədər həcmi, həm də buradakı məna, eyni zamanda qoyulmuş problem də aktualdır. Ona görə də gəlin başlayaq. Kimdən başlayaq? Lamia xanım, zəhmət olmasa, buyurun, başlayaq sizdən. The invention, Lamia xanım. The invention of the electric light bulb. Lamia xanım, səsiniz zəif gəlir. Çox xahiş edirəm, biraz hündürdən danışın. The invention of the electric light bulb 150 years ago was Lamia xanım, bilmirəm nəyə görəsə səsinizi zəif eşidirəm. Ola bilər ki, digər yoldaşlar yaxşı eşidir sizi. təzədən daxil olaraq. Biz də zəif eşidirik müəllim. Lamia xanım, xahiş edirəm, telefonunuzda nə problem varsa düzəldin qadası. Davam eləyərsiniz. Kamilə xanım yox, Yahyayeva yox, digər müəllimənin təsvif kağıdını bilmirəm. Buyurun, buyurun başlayaq. Müəllimə, niyə qoşulmursunuz? Hə, buyurun. Lamia xanım, buyurun, siz birinci... Ay, sağ olun, axşamınız xeyir. Buyurun. Səsim gəlir. Bəli, yaxşıdır, buyurun. The invention of the electric bulb 150 years ago was one of the most important inventions in history. Elektrik lampası 150 Kəşfi, müəllimə, ixtira edilməsi. Elektrik lampasının ixtira edilməsi bir neçə il bundan əvvəl tarixdə ən vacib ixtiralardan biri idi. Ay, sağ olun. 150 il bundan əvvəl. Müəllimə, bir var invention, bir də var discover. Bu iki söz bir-birinə sinonimdir. Bəs bunların fərqi nədir? Zəhmət olmasa izah edərdiniz. Discover kəşf etməkdir, nəyisə kəşf etmək. Amma invention ixtira etmək. Tamamilə doğrudur. Yəni olmayan bir şeyi, nə qədər mövcud olmayan bir şeyi yaratmaqdır. Amma discover isə bizim onun haqqında məlumatımızın olub-olmamaqla asılı olmayaraq mövcud olub. Sadəcə biz onu mövcudluğunu kəşf etmişik. Doğrudur. Buyurun, davam edin. Çox gözəl, minnətdaram. Electric light is a beautiful thing which guides us home when the sun goes down, keeps us safe and makes our homes comfortable and bright. Elektrik bu işığı ən gözəl şeylərdən biridir ki, bizə evdə bələdçilik edir, işıq verir, təhlükədən... Nə zaman? When the sun goes down. Hə, günəş batanda... Ay, sağ olun. Nə gözəl müəllimə. Davam edin. Günəş batanda bizə evdə bələdçilik eləyir, təhlükəsizliyi qoruyur, evlərimizdə rahatçılığı, parlaqlığı... Düz demişsiniz də, işığı və təhlükəsizliyi, rahatçılığı bərpa edir. Minnətdaram müəllimə, çox xoşuma gəldi. Həm qəşəng izah elədiniz, həm də tərcümə elədiniz. Çox sağ olun. Mən bilmirəm bu müəllimənin adı nədir, üzr istəyirəm, bir dənə baxaq görək. Hə, Zeynalova Gülnar. Buyurun, zəhmət olmasa. Zeynalova Gülnar. However, Gülnar xanım. Yaxşı. Daha kim var? Leyla xanım, buradasınız? Abbasova. Leyla xanım. Bəli.
Ay, Ha, salam, xoş buradayım. gördük. Sizi eşitmək Hoş çox geldin. xoşdur. Buyurun, zəhmət olmasa. However, like plastic, too much of light has started to affect the environment negatively. Deyir ki, baxmayaraq plastikdən düzəlmişdir, eləmi? Daha Bəli, bəli, çox müəllimə, eləyin, rahat olun. Nəsə olacaq, kömək eləyəcəyik. Buyurun. səhv dedim, ay müəllimə. Yo, Bir də yaxşı görün. rahat müəllimə, niyə qorxursunuz axı? Özünüzə inamınız olsun. Dünya dağlası deyil ki, buyurun, rahat izah edin. Like plastik tüm həddindən çox, deməli, işıq ətrafa inkarlıqda negativlik verirdi, təsir Tamamilə edirdi. doğrudur. Yəni müəllimə, əsas odur ki, mənanı düz bilmisiniz. İndi biraz düzəldərik, dəqiqləşdirərik. Burada however bir nitq səsi kimi nə deməkdir? Hansı nitq səsidir Leyla xanım? Rahat olun, özünüzə inanın müəllimə. However, baxmayaraq döymə müəllimə. Doğrudur. Amma nitq səsi kimi nədir? Bağlayıcıdır, söz önüdür, nə bilim, isimdir, sifətdir. Nədir bu? Mən baxmayaraq. Bağlayıcı deyərdim. Leyla xanım, bir dəqiqə çox xahiş edirəm, həmişə qoşulun. Siz imtahandan keçmiş bütün müəllimlər yaxşı müəllimlərdir. Xahiş edirəm, nə heç nədən narahat olmayın, nə də səhv eləməkdən qorxmayın. O qədər gözəl şeydir ki, səhv eləmək. İnsan səhv elədiyi bir şeyi heç vaxt yadından çıxartmır. Unutmur. Ay sağ Bəli, ol. bəli. Ona görə də rahat-rahat biz uşaq deyilik ki, hamımız müəllimlərik. Deməli, however, görsəz ki, cümlənin əvvəlində hər hansı bir Özündən söz. sonra vergül var. Bəli, bəli, özündən sonra vergül var. Buyurun, davam edin. Davam edin. İndi yadıma düşdü ay müəllimə. Hə, bəli, bəli. Bu nədir? Müəllimə sözünüzü kəsdim. Yəni indi yadıma düşdü. Hə, buyurun. Nədir bu nitq səsi kimi? Bu təbiisizlik bağlayıcısıdır müəllimə. Yox adam. Deməli, bunlara deyirik, heç vaxt bağlayıcılardan sonra vergül olmur. Amma bunlarda bir əlaqələndiricidir. Bağlayıcı funksiyası var, amma bağlayıcı deyil. Nədir Deyil. bu? Buna deyirlər cümlə əlaqələndirici sözlər. Bunlar nəyə əlaqələndirir? Baxın, bu özündən əvvəlki cümlə ilə həmin o iştirak elədiyi cümlənin mənasını bir-biri ilə bağlayır. Həm bu hadisələri hansı ardıcılıqla getdiyini deyir və eyni zamanda da axıcı eləyir. Oxucu başa düşür ki, nə demək istəyir bunun müəllif və burada həmişə cümlənin əvvəlində olur, özündən sonra vergül gəlir. Bəzi hallarda cümlənin sonunda da ola bilir, hətta ortada da ola bilir nadir hallarda. Əsas əlaməti özündən sonra vergül olmaqdır. Bu da bağlayıcı kimi əlaqələndirir, bağlayır, amma cümləni cümləyə, sözü sözə yox, mənanı mənaya. Özündən əvvəlki cümlənin mənasını hansı cümlədədirsə, o cümlənin mənası ilə əlaqələndirir. Baxın, birinci dedi ki, bax bu işıq yaxşı bir şeydir də və sonra deyir, amma buradakı like oxşar, bənzər deməkdir. Plastik kimi həddindən çox işığı da ətrafa mənfi təsir edir, etməyə başlayır. Baxın, bu however deməklə birinci cümlə ilə ikinci cümlə arasında əlaqə yaratdı. Birinci də onun yaxşı tərəfindən danışdı. İkincidə isə bax bu elə comparative paraqrafın xüsusiyyətidir. Yəni bax bu paraqraf da həm yaxşı cəhətləri deyir, həm də onun neqativ cəhətlərini deyir. Bax bu bir paraqrafdır. Yəni bir dənə paraqrafda bir informasiya verilir və artıq burada birinci cümlədə yaxşısından danışdı, müsbət cəhətindən danışdı, indi də onun mənfisindən danışır. Yəni işıq həddindən çox olarsa, nətər ki plastik zərərlidir, ətraf mühitə zərərli təsir göstərir. Məsələn, heç vaxt çürümür, uzun müddət torpaqda qalır. Eləcə də işığın da çox olması ətraf mühitə mənfi təsir göstərir. Buyurun, davam edin qadası. Buyurun. Light pollution, the excessive use of artificial light has a negative effect on wildlife, human health and our ability. Getdi ay müəllimə.
Biraz yuxarı qaldırdım sizin üçün. Şey oldu. Aşağı salın. Yox, yaxşıdır, stars. Hə, deyir ki, işığın çirklənməsi, İşıq həddindən çirklənməsi müəllimə. İşıq çirklənməsi. işıq çirklənməsi həddindən çox çöldə süni Bəli, işıqlanmadır. bəli. O çöl lampaları var, belə ağ lampalar Hə. güllərin arasına qoyulur. Bax, həmin deyir, daha çox onların həddindən artıq istifadəsindən yaranır. Yaranır. Negativ effekt, vəhşi də, mənim o siz dediniz uje, vəhşi Təbiətə, çöldə, vəhşi təbiətə. insanların sağlamlığına və bizim ability to observe bacarığımızın müşahidə. start edir. Müşahidə müəllimə. Ulduzların müşahidə qabiliyyətimizə mənfi təsir edir. Mənfi təsir edir. Bax, burada bir observe var. Observe də, yəni müşahidə etmək deməkdir. Müşahidə etmək deyim, observe. Həm də xəstəsiz, Allah şəfa versin. Müəllimə, sağ olun, canınız sağ olun. Sizin də. Kamilə xanım, xahiş edirəm, davam eləyək. Artificial light is a threat to our natural environment. Süni işıqlar təbii mühitimiz üçün təhlükəlidir. Təhlükədir. Müəllimə, bir dəqiqə. Baxın, sizin, bəli, burada threat isimdir. İsim olduğunu nədən bilirik? Qarşısında artikel var. Ona görə də təhlükədir. Təhlükəli yox. Təhlükəli olanda sifət olur. Wildlife, particularly sea turtle, depend on moonlight and starlight which guides them into the water. Vəhşi təbiət, xüsusən də dəniz tısbağaları, onları suya aparan ay və ulduz işığından asılıdır. Bir dəqiqə müəllimə, bax bu cümləni bir dənə izah eləyin. Görək bu cümlə nədir? Bax burada niyə wildlife-dan sonra vergül qoyulubdur? Bu nədir? Cümlənin nə idi? Hansı cümlə üzvüdür? Buyurun. Təsvir edici təyin yoxsa müəllimə? Ay canım mənim. Çox təşəkkür edirəm müəllimə. Bəli. Təsvir edici təyin budaq cümləsidir. Wildlife burada cümləmizin mübtədasıdır. Bəs bunun xəbəri hanı? Bir dəqiqə. Depend on. Bəli. Depend on. Bəli. Alo, mən dəstəyəm qadan alım. Hə, qadan. Buyurun. Buyurun davam edin. Depend on cümlənin mübtədası olur, belə xəbəri olur. Asılıdır. Lap axıra gedin də. Sonra burada gələcəkdir nə? Wildlife-dan sonra vergül arasında olan yazılan nədir? Particularly sea turtles. Wildlife. Əslində cümlə əlavəsidir, təyin budaq deyilmiş. Çünki mübtədə xəbəri yoxdur. Sadəcə təyindir, bu da cümlə əlavəsidir. Bəli, dependondur, doğrudur. Çox gözəl, davam eləyin. Because of artificial light, many never find their ways to the water, end up in lit up parking lots, roads and busy effects. Deməli, süni işıq sayəsində çoxları heç vaxt suya yol tapmır və işıqlı dayanacaqlarda, yollarda və küçələrdə suya düşür və onlar nəticədə öz işıqlı yollarını itirirlər. Bir dəqiqə, indi bu cümləni, bir dəqiqə müəllimə, bu cümləni izah eləyək. Because of the artificial. Burada mən because of söz önüdür. Ondan sonra söz gəlmişdi və söz birləşməsi, cümlə gəlmir. Many never find the. Baxın müəllimə, burada cümlənin mübtədası. Aha, baxın bir dəqiqə. Because of the artificial light. Əslində bu bir dənə cümlə olub. Siz bilirsiniz ki, because həm də ofla işlənməyəndə. Bu bir səbəb budaq cümləsi olub. Amma bunu
reduction ediblər. O reduction var, İngilis dilində bir qaydamız var ki, müəllimlər həmişə bundan biraz çətinlik çəkirlər. Həmin o qaydada bunu reduction uğramış bir cümlədir. Yəni, mürəkkəb cümlənin mübtədəsini, xəbərini əgər biz ixtisar ediriksə, atırıqsa, artıq bu cümlə olmaqdan çıxır. Çünki mürəkkəb cümlə olmaqdan ötürü bizim 2 dənə mübtədəmiz, 2 dənə xəbərimiz lazımdır. Biz indi həmin o bağlacını da atırıq və yaxud da onu sözünü ilə əvəz edirik və yaxud da bağlacı bəzi cümlələrdə qalır. Məsələn, ziddiyyət bildirən cümlələrdə bağlacı atılmır. Amma ondan sonra deməli, mübtədə və xəbər yox, sadəcə söz birləşməsi gəlir və bax buna deyirlər reduction. Yəni, bu bir mürəkkəb cümlənin sadələşməsidir. Ona görə də bu cümlə sadə cümlədir və because of da sözünüdür. Çox qəşəng qeyd elədiniz. Çünki özündən sonra birləşmə gəlib. Davam eləyin əzizim. Many never find. Bu cümləni elədik də müəllimə, ha? Bəli, buradakı many, bax bu Quşları, bəli, wildlife-ın, bəli, wildlife-ın və yaxud da starlight-ın əvəzləyicisidir. Many ismi əvəz eləyə bilir. Davam eləyin. Birds are also affected by this. Therefore, many cities have launched a light-out program to turn off building lights during bird migration. Quşlar da bundan təsirlənir. Buna görə də bir çox şəhərlər quşların miqrasiyası zamanı binaların işıqlarını söndürmək üçün işıqları söndürmək proqramına başlayıblar. Aha, bircə dəqiqə müəllimə. Deməli, buradan necə başa düşürük? Deməli, Yəni quşlar miqrasiya. Miqrasiya bilirsiniz də, köçəri quşlar artıq payız aylarında dəstə-dəstə, məsələn, qaranquşlar, nə bilim, digər quşlar başqa ölkələrə uçurlar. Və bu uçmaq vaxtı onların bir pusala nədir? Nə deyirlər pusulaya Azərbaycan dilində? Nə deyirlər buna müəllim yoldaşlar? Pusula. Kömək eləmirsiniz mənə? Pusula nədir? Yolları tapmaqdan ötürü yolçuların istifadə etdikləri... Naviqasiya. O da deyil. Kompas. Kompas kimi onların bəli tutub getdikləri işıqlar olur. Ulduzlarla özlərinin yollarını təyin edirlər. Amma bu gecələr ki, bizim evlərimizdə çox həddindən artıq istifadə elədiyimiz ağ işıqlar var həyətlərdə. Həmin onlara yanılırlar və o uçan köçəri quşlar yollarını azırlar. Onların artıq dəfələrlə öz valideynlərinin bu keçdikləri yollar ki, istifadə ediblər, artıq onlar bu işarələrdən istifadə edə bilmədiklərinə görə azırlar və gediləcəkləri yerə gedib çıxa bilmirlər. Bax, işıq çirklənməsi bu deməkdir. Ona görə də miqrasiya vaxtı quşların ya bizə tərəf ya da digər tərəfə köçərkən işıqları deyir gecələr söndürün və yaxud da blank deyilən qalın pərdələri çəkin ki, bu quşların miqrasiyasına mane olmasın. Çox minnətdaram Kamilə xanım, çox sağ olun. Gülnar Yahyayeva, buyurun, zəhmət olmasa davam edin. Mən human cells-dan başlayıram mən, yoxsa Morebe'dən başlayayım? Humans health. Human health is also in danger because of light pollution. İnsanların sağlamlığı həmçinin işıq çirklənməsindən təhlükəlidir. İşıq çirklənməsinə görə təhlükəlidir. Təhlükədədir, bəli. Excessive light can damage people's eyesight. Həddindən artıq insanların göz zədələnməsinə, belə başa düşürəm. Görmə qabiliyyətini zədələyə bilər, bəli. Bəli. Bax, müəllimə, mən indi bir dənə şahaşiyə çıxım. Həmişə sinifdə uşaqlara da deyirəm, doğrudan işıq bizim enerjimizi alır da. Şəxsən mən özüm çox işıq olanda elə bir başım ağrıyır. Yəni, mən işığı sevmirəm da. Söndürürəm günəş işığında mən dərs oxuyuram, kitab oxuyuram.
Bilmirəm nə Əs dərəcədə səhv. əgər bax bu kompüter və yaxud da telefonun həddindən artıq şüalanması olmasa, bizim evdə istifadə elədiyimiz işıqlar təhlükəli deyil. Sadəcə orqanizm o qədər yorulur ki, hətta o az miqdarda olanda da artıq ona bir qıcıqlandırıcı təsir eləyir. Bəli. Müəllimə, bax bu növbəti cümlədəki cümləni eləyin və bunu qrammatik cəhətdən izah eləsəz lap yaxşı olar. Buyurun, in addition, bax bu nə olan şeydir, bunu izah eləyin. In addition, it causes sleep problems which Nədir bu? lead Bax to bu a in number of addition nədir? Bir dənə bunu bir qrammatik cəhətdən izah eləsəz, minnətdar olaram. burada in addition gücləndirir. Cümləmizi gücləndirir. Nədir bu? Bunun adı nədir? Bax, isim var, sifət var, sayı var, ədat var. Bu nədir? Cümlə zərfi. Ədatdır. Cümlə zərfidir qadası. Bax, indi dedim, bilmirəm niyə görə bu belə çətin gəlir sizə. Cümlə zərfidir. Bax, in addition artıq birinci cümlə ilə ikinci cümlə arasında əlaqə yaratdı. Mənası arasında əlaqə yaratdı. Cümlənin əvvəlində gəlib vergüllə ayrılırsa cümlə zərfidir. Və yaxud bunun ikinci adı da sentence connectorlardır. Yəni cümlələri birləşdirənlərdir. Bunlar iki cümlə arasında da gələ bilir dökləri vergüldən sonra. Cümlənin əvvəlində də böyük hərflə gəlib özündən sonra vergül qoyula bilir. Əlaqələndirir müəllimə. Baxın, heç bir zərf bildiyimiz kimi hansısa cümlə özünə aid olur da. Ya feilə aid olur, ya zərfə, ya sifətə. Bu heç nə aid deyil, bütün cümləyə aiddir. Və bunun münasibət bildirir. Həm hadisələrə münasibəti bildirir, hansı ardıcılıqla getdiyini bildirir. Müxtəlif funksiyaları var. Bu da iki dənə cümlənin mənasını bir-biri ilə əlaqələndirir. Baxın, görün o cümlə nə deyir? Buyurun, in addition. Əlavə olaraq deməkdir. Davam edin. It causes sleep problems which lead of health problems including cancer. Bu deyir, səbəb olur insanların deyir sağlamlığına, yatmağını deyir. Yuxusuna, yuxu problemlərinə və yaxud da kanser də daxil olmaqla, sağlamlıqla əlaqədar problemlərə səbəb ola bilir. Müəllimə, bax burada it var da, iti görürük. Bu itin əvəz elədiyi nədir? İtin əvəz elədiyi bu işıqdan danışırıq. İşıq, bəli, the excessive light. İndi dərsimizin ikinci hissəsində mən bundan danışacağım. Yəni cümlədə itin bir mübtədə funksiyasından. Bilməliyik ki, it cümlədə nəyə əvəz eləyir? Buna görə də o it cümlədə təkcə bir ismi yox, eyni zamanda bütöv bir cümləni də əvəz eləyə bilər. İndi növbəti dərsimizdə bunu danışacağıq, amma indi sadəcə excessive light, yəni mübtədəni əvəz eləmişdi. Çox sağ olun müəllimə, minnətdaram. Qoşulun, müntəzəm qoşulun. Arada boşluq olan kimi mütləq şəkildə o zəncir qırılır. Müntəzəm qoşulun. Zeynalova, buyurun, zəhmət olmasa. Gülnar Zeynalova. Ne demək istəmirsiniz, Lamiyə xanım? Bəli, müəllimə. Buyurun. Moevə daha çox deməkdir də. Aha, bundan əlavə. Elə bayaqki kimidir. Bu da bayaq izah elədiyimizdir də, yəqin bilirsiniz. Bundan əlavə, bəli. Yəni cümlə, zərfi və yaxud da cümlələri bir-birindən əlaqələndirən sözlər. Zərf. Buyurun, davam edin. On a clear night with no clouds or artificial light, we can see more than 14,000 stars in the sky, but when we are surrounded by city light, we can see only about 150. Aydın gecədə bulutsuz, süni işıqlar bizə daha çox görməmizə... Olmayanda da müəllimə, olmayanda. Bulutların, yaxud da bu süni işıqların olmadığı bir gecədə nə olur? Olmadığı gecədə bizim görmək... Biz görürük. Bu kənsi, müəllimə, görə bilirik. Nəyi görə bilirik? 14.000 ulduzları səmada görə bilirik, lakin bizə əhatə edən şəhər işıqları, biz 150-sini... İşıqlarında, bəli, həmin o işıqların müşahidəsində, yəni bu işıqlarla işıq olanda biz ancaq 150 dənə görürük. 150-sini görə bilərik. Çox qəşəng, davam edin. Excessive light makes many stars invisible to people on Earth. Yer kürəsində insanlara
çoxlu ulduzlar gözə görünməz hesab olunur. Bu Bir dəqiqə müəllimə, is- bir dəqiqə. Nə? Cümlənin mübtədəsini tapaq. cümləni Təbiətdə işıq insanları görünməz eləyir, ulduzları insanların Ulduzları gözündə. insanlar üçün görünməz eləyir. Çox minnətdaram. Müəllimə, mübtədəni tapın. Bax, mübtədəni düzgün təyin eləməsəz, tərcüməniz yanlış olacaq. Təşəkkür edirəm Gülnar xanım. Köməyinizə görə davam edin Lamiyə xanım. there are several things that we can do. Müəllimə, bunun mübtədası necə oldu? The Excessive light. Light. Bəli. X. Həddindən artıq, bəli. Həddindən artıq işıq, gür işıq. Sure. There are several things that we can do reduce light pollution in city. Şəhərlərdə işıq çirkləndirməsini azaltmaq üçün biz bir çox şeylər edə bilərik. Bir dəqiqə müəllimə, bir Bir dəqiqə. çox Bu şeyləri etməyə, cümlənin tipi zeri-zeradır. Var deyəcəksiniz. bir Var. şeyləri etməyə bir neçə Azaltmaq şeylər üçün. var. Baxın müəllimə, bir dəqiqə qadası. Bax, burada to reduce görürsünüz də. Məstərin birinci funksiyası üçün deməkdir. Bax, yadınıza saxlayın. Üçün deməkdir. Burada siz məstərin qabağında for görə bilmərsiniz. Çünki for light pollution nədirsə, to reduce light pollution da odur. Yəni, hər ikisi üçün deməkdir. Şəhərlərdə işıq çirklənməsini azaltmaq üçün bir neçə şeylər var ki, biz onu edə bilərik. That we can do. Ki, biz edə bilərik. Tələsməyin, çox işləyin üzərinizdə Lamiyə xanım. Minnətdaram. Kim var ki, adını çəkməmişəm, çox xahiş edirəm. Mən görə bildiklərimi deyirəm. Jayla xanım. Jayla xanım, xoş gəlmişsiniz. Buyurun, zəhmət olmasa. Şeydə mən qulaq asım da dəstək olmasa. Hə, yaxşı. Xanımlar sözü məndən Kəmilə qulaq asın. xanım, zəhmət olmasa axırıncı abzası da eləyək. Baş üstə müəllimə. We should use outdoor lighting when only when and where it is needed. Make sure outdoor lights are directed down instead of up into the sky and close window blinds and curtains at night to keep light inside. Hə, müəllimə. Kəmilə xanım, hara getdiniz? Alo. Kəmilə xanım, Müəllimə, buradasınız? işıqlarımız söndü, megabaytım da çatdırmır. Hə, yaxşı. Çatdırmayasıdır. Yaxşı. İndi bir də o Yaxşı. Onda Gülnar xanım eləsin. Gülnar xanım zəhmət olmasa davam eləyək. eləyə bilərəm əslində, amma yəni kəsilə bilər, ona görə deyirdim. Hə, buyurun. Gülnar xanım. Biz ehtiyacımız olduğu qədər gərək ki, ifadə edək. Alanda, müəllimə. When and where. Olanda və olduğu yerdə. Ehtiyacımız olanda və ehtiyacımız olduğu yerdə. Davam edin. Make sure outdoor lights are directed down instead of up into the sky and close the window blinds and curtains at night to keep light inside. Belə başa düşürəm ki, biz yəni işıq enerjisini saxlayaq da. Mən belə başa Bir dəqiqə düşürəm. müəllimə, baxın. We should use outdoor lighting. Bir dənə bura qədər eləyin. Çöldəki də, çöldə işıqlanmanı etməliyik. Burasını qəşəng dediniz. Lazım olan zaman və lazım olan yerdə etməliyik və əmin olmalıyıq ki, direct nə deməkdir? Yönətmək. Bəli, yönətmək. Hara? Səmaya. Yox, səmaya yox. Down. Aşağıya. Instead of up into the sky. Yuxarıya deyir yönəltməyin də, aşağıya yönəldin. Yuxarıya yönəldəndə axı dedik ki, miqrasiya mane olur. Elə demədik? Bəli. Hə, deyir ki, həmin o işıqları əmin olmalıyıq ki, həmin o lightning, o çöldəki işıqlar aşağıya doğru yönəlibdir. Yuxarıya, səmaya yox, aşağıya doğru. Və
close window. Bu da bir enddən sonra gələn əmr cümləsidir. Nə deyir o içəridəki qalın pərdələri deyir, bağlayın. Yaxud da pərdələri, yaxud qalın pərdələri. Blind Azərbaycan dilində nədir onun tərcüməsi? Qalın pərdələrdir də. Və işığı, bəli, işığı içəridə saxlayın. Qoymayın da çölə vursun. İşıq sizə içəridə lazım deyil. Pəncərənizdən kənara çıxmasın. Close the window blinds. Bax bu, bilmirəm buna nə deyirlər. Qalın pərdələri bağlayın və yaxud da pərdələri işığı içəridə saxlayın. Aha, elədik. Deməli biz burada iki dənə biz az danışılan, məsələn, tutaq ki, air pollution'dur və yaxud da tutaq ki, soil pollution'dur. Yəni bunları çox danışmışıq. Havanın çirklənməsindən, torpağın çirklənməsindən, suyun çirklənməsindən. Amma burada isə nisbətən az danışılan, amma kifayət qədər təhlükəli olan işıq çirklənməsindən və səs çirklənməsindən. Əslində səsdən danışmadıq. Səs də o qədər çox təhlükəli bir çirklənmədir. Deməli, nə öyrəndik? Öyrəndik ki, işığın çirklənməsi insanların sağlamlığına, kanserə qədər gətirib çıxara bilir və əsasən də heyvanların miqrasiyası zamanı onlara mənfi təsir göstərir. İndi bunu biləndən sonra gəlin tapşırıqlarımızı işləyək, zəhmət olmasa. Aha. Deməli, tapşırıqda bizdən nə istəyir? Deyir ki, complete the sentences with the words, phrases from task 2. You may need to change word forms. Bu nə deməkdir? Bax, burada fikir verirsiniz. Sözlərin, bax, bu yuxarıda verilən sözlərin, məsələn, invisible-a baxaq. Necə invisible? Adjective formasında verib. Əgər biz onu cümlədə işlədiriksə, onun yerinə görə bilməliyik ki, biz bunu adjective kimi işlədəcəyik, yoxsa zərfə çevirəcəyik və yaxud da isim formasını istəyir. Yəni, sözün formasını, buradakı, məsələn, fail kimi verib, sonra verbal phrase verib, yəni söz önlü fail kimi verib, isim kimi verib, biz lazım olarsa əgər cümlədə yerindən asılı olaraq hansı cümlə üzvüdürsə, ona uyğun olaraq da biz dəyişiklik eləməliyik. Yəni, bu nə deməkdir? Fikir verin, deyir ki, stop smoking to reduce the risk of heart disease. Nə deyir? Deyir ki, ürək xəstəlikləri riskini azaltmaq üçün siqaret çəkməyi dayandır. Çəkmə. İndi, bax, burada to reduce var. Reduce fail kimi veribdir bizim cümləmizdə. Burada isə bir məstərdir. Niyə buna biz eləcə reduce demədik, to reduce dedik? Çünki bu bizim cümləmizdə tamamlıq yerindədir. Və biz bilirik ki, reduce-u, bax, bir dənə qaydıram yuxarı, çox xahiş edirəm, diqqətli olaq. Bəzən bu kiçik bir şeylərə fikir vermirik, kiçik hesab edirik. Amma əslində isə çox vacibdir bunu bilmək. Məsələn, baxın, burada reduce verib, verb verib. Fikir verirsiniz, verb, fail formasını verib. Və bizə deyir ki, həmin tapşırıqdan onları istifadə elə. Və burada altından xətt çəkib, özü yerləşdirib, izah eləyir və bunun qarşısında to verib. Niyə? Çünki bizdə smoking, stop smoking, dayandır. Nəyi? Məsələn, siz deyə bilərsiniz ki, burada smoking axı cümlənin müftadəsidir, xəbər deyil. Biz həmişə bilirik ki, xəbərdən sonra işlədirik də tamamlığı, elə deyil. Mən deyirəm ki, ört. Nəyi? Qapını. Aç. Nəyi? Dəftəri, kitabı. Amma burada stop smoking. Smoking cümləmizin müftadəsidir də, düzdür yoldaşlar. Bəs niyə görə ondan sonra məstər verib? Çünki cümləmizin müftadəsi gerunddan ifadə olunub. Və mən sizə keçən dərs izah elədim ki, gerund bir nitq səsi kimi feildən törəndiyinə, isimləşmiş feildir də. Yəni, mənşəcə bir feil olduğuna görə həm zərflə təyin oluna bilir, həm də tamamlıqla işlənir. Ona görə də biz burada eləcə reduce işlədə bilmərik. Bizə lazımdır onu isimləşdirmək. Yenə də məstər işlədirik. Deməli, indi ikinciyə baxırıq, görək bizdə nə lazımdır bizə. Deyir ki, eating too much sugar can health problems. Baxın, bizdə modal feil var. Modal feil adətən nə ilə işlənir, Kamilə xanım? Əsas feillə. Bəli, deməli bizə əsas feil lazımdır. Buyurun. Eating too much sugar can cause health problems. Tamamilə doğrudur. Davam edirik, bəli. Davam edirik. Davam edin müəllimlər, fəal olun, xahiş edirəm.
Galileo used a telescope and discovered the stars that were sözlərə baxardı da yuxarıda. Baş üstə, baş üstə. That Buyurun. were artificial. Yox. Gəlin cümləyə bir baxaq. Müəllimə, yaman tələsirsiniz qadası. Xahiş edirəm, tələsməyin. Olur da burada, hə? Bəli. Baxın, burada Galileo sizdə çox xahiş edirəm, buna fikir verin ki, müəllimə. Burada öyrənin ki, daha bundan sonra rahat eləyəsiniz. Bizim to be fe'limiz var. Və bizim cümləmizin nə idi? Xəbəridir. Çünki zət burada artıq bizdə mübtədə var və bizə xəbər lazımdır. Və özündən sonra nə gəlməlidir ki, to be fe'lidir də birləşdirici fe'ildir. Birləşdirici fe'ildən sonra biz nə işlədirik? İsim işlədirik, sifət işlədirik, say və yaxud da əvəzlik. Və burada da, bəli, gələcək invisible. Invisible nədir? Bir sifətdir. Tərcümə eləyin, invisible qoyduq. Lamiyə xanım. Invisible. Galileo teleskopu kəşf elədi. Yox, Galileo teleskop istifadə eləyirdi ulduzların kəşfində. Bu insanların gözlərində gözə görünməz oldu. Müəllimə, bir dəqiqə qalxın qadası. Gözə Gəlin buradan görünür. başlayaq. Bir dəqiqə müəllimə. Bax, müəllimə, fikir verin. Burada Biraz- ənd bağlayıcısı var. Ənd bağlayıcısı, çox xahiş edirəm, qoyun izah edeyim, sonra deyərsiniz. Ənd bağlayıcısı nəyi birləşdirir? Özündən sonra gəlib discovered. Görürsünüz, bir feildir, xəbərdir. Kəşf Deməli- edilmiş ulduzları. Müəllimə, elə deyil. Discovered. Discovered, bax bu bir xəbərdir. Deməli, əndin xüsusiyyətini bilirsiniz də, özündən əvvəl də bir xəbər olmalıdır. Bax, bu da ikinci, used. Deməli, iki dənə burada xəbər var, həmciz xəbər var. İndi elə tərcümə eləyin. Buyurun, Galileo. Galileo teleskopdan istifadə etdi və ulduzları kəşf etdi. Gördünüz, gördünüz qadası. Diqqətli olun. İndi hansı ulduzları? Bax, bu bir bağlayıcıdır. Siz əvvəldən qoşulmusunuz, Lamiyə xanım. Bəli, ola bilər bəzi dərslərə qoşulmamışam. Görürsünüz, o dərslərdir ki, sizə əziyyət verir. Zət görürsünüz, bağlayıcıdır. Bağlayıcıdan əvvəl bir isim gəlirsə, bu budaq cümləsinin adı nədir? Təyin. Ay, sağ ol. İndi sizə onu təyin eləyir. Hansı ulduzlardan söhbət gedir, Lamiyə xanım? Gözə görünməz ulduzların İnsan gözünə görünməyən. Gördünüz? İndi bunu bir gözəl tərcümə eləyək. Buyurun, təzdən. İnsan gözünə Müəllimə, görünməyən. bura baxın, bura baxın. Galileo teleskop istifadə etdi və ulduzları kəşf Bura etdi. gəlin, bura, müəllimə, dayanın. Bax, təyin budaq cümləsi adicə təyindir. Alma qırmızı deyirik, yoxsa qırmızı alma. İndi kəşf Qırmızı elədi. Siz ulduzları deməzdən əvvəl həmən o təyin budaq cümləsini deyin. Adi təyindir. Bir də təzdən, bir də təzdən. Galileo ulduzları Müəllimə, bax, kəşf etdi. bax, oxa bax. Teleskop istifadə etdi və ulduzları kəşf etdi. Hansı ulduzları demədiniz? Hə, insan gözünə görünməyən ulduzları kəşf etdi. Gördünüz? Əgər siz ismi deyirsinizsə, həmin ismin burada təyini var. Bir var adicə sözlə verilsin. Məsələn, gözə görünməz ulduzları. Burada da həmin o təyin cümlədir də. Ona görə də bu təyini ismin qabağında deyirsən. Gözə görünməz ulduzları kəşf elədi. Müəllimə, bu ardıcılığı unutmayın. Mütləq qoşulun. Buyurun. Buyurun. Leyla xanım, buradasınız? Abbasova. Bəli, buradayım müəllimə. Müəllimə, sizin üçün çətin deyilsə, səsiniz çox belə yəni keçmiş olsun. Xəstə kimi görünürsünüz. Çətin deyilsə sizə eləyin. İşləmək lazımdır ki, problem olmasın. Hə, müəllimə, nə vaxt uşaqlar imkan vermir, dərsə zad qoşulmuram. İncənə gediblər bizdən, mən elə yorulurlar ki. Ay, çok Köçün güzel oradan. olmuş. Köçün oradan. 3. Köçüm. Hala köçüm, gene gəlirlər. Ay, çok güzel. Bus at somewhere in Baku. Deyir ki, mən səhv avtobus tutmuşdum və Bakıya gedən somewhere. Leyla xanım, buradakı tuk minmək deməkdir qadası.
Sabah avtobusa minmişdim. Aha. Qoy indi sözlərə baxaq və Bakıda hardasa. Hə, Sizə Samboya indim. Ay, Aha, sağ ol. indi yuxarıdakı sözlərə Bəli. baxaq. Bilən Bəli, sözlərə baxaq. Feil lazımdır sizə. Çünki tukdan sonra and qoyubsa 2 dənə xəbər istəyir. Buyurun. Bir dəqiqə. Bu nədir? Tıfşıl, bu süynidir. Bu nədir? End up. Soyut. Poçkot deyincə təhlükə olmaqdır. Excessive, həddindən artıq çoxdur. Depend on, asılı olmaqdır. Reduce, azaltmaqdır. Mənim bəlkə budur. Lead to. Hə, lead to kimsə səni aparır. Kimsə buna səbəb olur. Amma bu end up'dır. End up. Yəni sənin səyahətin burada başa çatdı. Bir fikir verin. Yanlış avtobusa minmisiniz. Elə və Bakıda hardasa bir yerə çatmısınız. Avtobus gəlib ən axırıncı dayanacaq odur və sizin səyahətiniz orada end up etdi. Hardasa Bakının harasındasa sizin səyahətiniz bitdi. Ora getdiniz. Bəli, bəli. Getdiniz ora. Yanlış avtobusa oturdunuz və orada sonlandı sizin səyahətiniz. 4'ü də eləyin zəhmət olmasa. Mənimə görüm. Telefonla işləmək də vaxt mənə çətin olur. Basım çıxmıyor deyə. 4 elə mənimə. Bəli, bəli. Many languages are under of extinction. Bəli, bəli. Deyir ki, çox dillər nəsli kəsilməkdədən belə deyək, eləmi? Ay, sağ ol. Deməli, burada tamamilə doğrudur. Bizə hansı söz lazımdır? Gəl, bir dənə baxaq. Deməli, something, bir dəqiqə. O döyməyim mənimə. Bu yox, nəyisə azaltmaqdır, bir dəqiqə. Make something bigger in size, yox. And suddenly, have something as a result. Invisible. Nə qarşısındadır? Nəsli kəsilmək nə? Yox olmaq nə? Nə? İsi? Təhlükə. Təhlükə müəllimə. Təhlükə. Street. Anı təhlükə mənimə burada. Təhlükə. Ofla da işlənib, deməli bizə isim lazımdır. Sağ olun müəllimə, özünüzə fikir verin, xəstələnməyin. Dərsdə də çalışın ki, iştirak eləyəsiniz. Kamilə xanım, zəhmət olmasa 5'ə baxın. Kamilə xanım. Müəllimə, bu kitabdadır, eləmi? Mən kitabım var, kitabdan asan işləyərəm. Var. Kitabda da 63-cü səhifədədir. Kamilə xanım dedi, işığımız söndü. Gülnar xanım, maşallah, tərcüməniz yaxşıdır sizin. Buyurun, 5. Çox sağ olun. The food in this restaurant is completely free from any. Deməli, restorandakı yeməklər demək olar ki, tamamilə eyni kalės, bu da süni rənglərdən. Ay, sağ ol. Bəli. Yəni, artificial colors. Belə. Altın doktor müəllimə, yoxsa başqa müəllimə? Tərcüməni biraz dəqiqləşdirək müəllimə. Deməli, Sızdır da. restoranda Is completely free, yəni tamamilə süni rənksiz, rəngləndirilərsiz dir. Belə deməkdir. Buyurun, 6. He worked after classes because he didn't want to. O deyir, dərsdən sonra deyir, işləyirdi. Çünki o istəmirdi ki, kimsə ona, yəqin ki, burada mane olsun, hə, müəllimə? Elə çıxır, amma mane olmaq var idi mi? Bir dənə baxaq. Depend on, asıl olsun. Depend on, müəllimə. Kimdənsə asıl olmaq istəmirdi. Bu cəhətdən yəqin ki. Ola bilər, uyğun gəlir. Baxaq, görək bir də. Klasa, bəli. Dərsdən sonra işləyirdi. İstəmirdi ki, kimdənsə asıl olsun. Doğrudur. 7. They complained about the noise which came from the nearby cafeteria. They complained about the noise which came from the Həddindən çox olar da, nearby. yəqin ki. Şikayət etdilər səsdən, kafeteriyada, yəni kafeyə yaxın olan səsdən şikayət etdilər. Yaxınlıqdakı kafeteriyadan gələn həddindən artıq çox səsdən şikayət etdilər.
came from the nearby cafeteria. Yaxınlığındakı. Bu kafeteriyadan gəlir səs. Aha, deməli biz nə elədik? Həm Noy. cümlələri qrammatik cəhətdən təhlil elədik, həm yerinə qoyduq, həm bir mətni oxuduq, tərcümə elədik. Baxaq görək, əgər varsa tərcümə tapşırıqlarımız, yaxşı olar ki, bunu evdə işləyək. Çox xahiş edirəm işləyin. Çünki artıq ikinci dəfə biz bunu təkrar eləyəndə probleminiz olmasın. İkini də, biri də, üçü də, bax bunları işləyin. Buyurun. Qrammatik qaydadan nə vermişdi zəvə testlərdən müəllimim? Qrammatik qaydadan bilmirəm. Müəllimlər nə vermişdim, yadımdan çıxıb. İcazə versəydiniz, mən bir mübtədə xəbər uzlaşmasıydı. Mübtədə xəbər uzlaşmasıydı, amma onu müəllimlər işləmişdi. Burada elə o müəllimlər ki, işləmişdi, onlar qoşula bilməyiblər. Birinin işığı söndü, birinin nə bilim qonağı gəldi, qoşula bilməyiblər. Amma biz onu işlədik, qutardıq. Siz də işləməmisiz. Ona görə də xahiş edirəm sizdən. Mən bu günlərim yenə də o mövzunu verirəm. Sabahlarım yoxlayarıq. Mübtədə xəbər uzlaşması, the agreement, subject, verb agreement, o kəsbidən onları işləyərsiniz. 80 dənə testdir, çətin də deyil. Çünki mən izah eləmişəm mübtədə nə ilə ifadə olunur. İndi isə ayrıca olaraq itdən danışmaq istəyirəm. Düzdür, mən orada predicate yazmışdım. Amma itlə başlayan mübtədələri izah eləməmişəm. Zəhmət olmasa diqqətli olun, başlayaq. Deməli, siz bilirsiniz ki, mübtədə keçən dərsimizdə də öyrəndik, daha doğrusu təkrar elədik ki, cümlənin mübtədəsi istənilən cümlə üzvü ilə ifadə oluna bilər. Mübtədə isimlə ifadə oluna bilər, isimləşmiş sifətlə ifadə oluna bilər. Bəzi feilin şəxsiz formaları deyirik, yəni isimləşmiş feillərdən gerund və yaxud məslərdən ifadə oluna bilər, əvəzliklə ifadə oluna bilər, yəni əvəzliklərin hər növü ilə, sual əvəzlikləri ilə, qeyri-müəyyən, müəyyən, yəni bunu keçən dəfə öyrənmişdik. Bugün isə ayrıca olaraq it ilə başlayan cümlələrdən danışacağıq. Çünki mübtədəsi it ilə başlayan cümlələr çox fərqlidir. Nədə fərqlidir? Bunlar həm ola bilir adi nəqli cümlə, həm ola bilir şəxssiz cümlə, həm də ola bilir ki, burada it ümumiyyətlə introductory, yəni təqdim edici bir mübtədə kimi çıxış edir və əsas mübtədə itdən sonraki digər cümlədə verilir. Bu nə deməkdir? Gəlin baxaq. Deyir ki, I have bought a book, it is in my bag. Baxın, mən bayaqlarım sizə niyə görə dedim ki, burada it nəyə əvəz edir? Çünki it cümlədə bir ismi, bir birləşməni, hətta bütöv bir cümləni əvəz edə bilər. Buradakı cümləmizdə it gördüyünüz kimi bir ismi, yəni kitab ismini əvəz edir. Dedi ki, mənim kitabım var və o mənim çantamdadır. Elə bilin ki, burada it yoxdur. The book is in my bag'dir. Yəni, təkrara yol verməməkdən ötürü eyni bir ismin haqqında ikinci dəfə danışarkən həmin ismi itdən verib. Yəni, bunu biz kitab kimi verə bilməzdik, verə bilərdik. Deyə bilərdik ki, the book is in my bag. Yəni, hansı kitabdan söhbət gedir? Bax, bu haqqında xəbər verdiyi. Deməli, it cümlədə bir ismi əvəz eləyə bilir və o isim cümlədə mübtədədirsə və yaxud da deməli, tamamlıqdırsa, biz onu həm mübtədə, həm də tamamlıq kimi verə bilərik. Bizim cümləmizdə də görürsünüz, o deyir, nə? Bu bir mübtədədir. Yəni, it burada formal mübtədə deyil, həqiqətən cümləmizin mübtədəsidir. Digər cümləyə baxaq. Their love has cooled. Onların məhəbbəti soymuşdu. Baxın, yelik əvəzliyindən sonra bir mücərrəd isim işlənmişdi və bu ikisi bir yerdə cümlədə bir mübtədə funksiyasındadır. Nə? Onların məhəbbəti. Və ikinci dəfə yenə də onu itlə əvəz elədi. Cümləmizdə mübtədə oldu. Və indi gəlin baxaq İkinci qaydaya. İkinci qaydada it bir ismi əvəz eləmir, isim kimi iştirak eləmir, bir işarə əvəzliyi kimi iştirak edir, amma yenə də mübtədədir. Çünki işarə əvəzliyi özü də həm isimlə işlənəndə, həm də isimsiz işlənəndə mübtədə ola bilir. Eyni zamanda burada da it əgər cümlədə bir işarə əvəzliyi kimi iştirak edirsə, cümlənin mübtədəsi ola bilir.
Məsələn, deyir ki, it was Tom. O, Tom idi. O, yəni işarə əvəzliyi. Və yaxud da eyni zamanda bunu biz üçüncü şəxsin təki yəni cansız isim kimi də götürə bilərik. Məsələn, yuxarıdakı cümləmizdə dedi, it is in my bag. Burada da həmin o kitab sözünü əvəz eləyirdi, şəxs əvəzliyi idi. Amma burada it was Tom. O, işarə əvəzliyi kimi iştirak edir. Amma yenə də mübtədədir. It was a large garden with a stone. Buyurun. Üzr istəyirəm müəllimə. Biz bura qədər vallahi da uşaqlara da özümüz də deyirdik ki, it cansızları göstərir də, yəni uşaqlıqdan elə deyirdik. Bəli, bəli. Uşaqlara deməyək ki, biz ancaq cansızları göstərir. Müəllimə, işarə əvəzliyi olanda it, o deməkdir. Canlını da göstərir, cansızı da. Bu işarə əvəzliyidir. Ona görə mən sizə dedim ki, çox müxtəlif funksiyalarda çıxış edir. Bir yuxarıya baxın. Bax, burada əvəz elədiyi kitab idi. Cansız isim, üçüncü şəxsin təki, şəxs əvəzliyi. Burada isə şəxs əvəzliyi deyil, işarə əvəzliyidir. Bildiniz? Bəli, müəllimə, bildim. İşarə əvəzliyidir, bəli. Bax, elə bil ki, it was olmasın, this olsun. This was Tom. Bu, yaxud da that. Yəni işarə əvəzliyi. Itin biz əvəzlikləri keçəndə demişdik ki, nətər ki, üçüncü şəxsin təki şəxs əvəzliyidir. Eyni zamanda it həm canlıları, həm də cansızlara aid olan işarə əvəzliyi. Yəni this, that kimi it də bir işarə əvəzliyidir. İndi növbəti cümləyə baxaq. It was a large garden with a stone wall around. Bax, burada da həm işarə əvəzliyi kimi, həm də şəxs əvəzliyi kimi götürə bilərik. İndi baxaq görək, personal, impersonal nə deməkdir? Əsas məsələ budur. Bu cümlələri oxuyuram. It often snows in winter. It is winter today. It is hot in the room. It is dark outside. Bu cümlələrin heç birində it mübtədə deyil. Niyə deyil? Çünki əgər it tərcümə olunmursa, onda bu cümlələrə şəxsiz cümlələr deyirik. Ümumiyyətlə, şəxsiz cümlələr nədir? Azərbaycan dilində şəxsiz cümlə təkcə xəbərdən ibarət olan, mübtədəsi olmayan cümlələrə deyilir. Məsələn, istidir, soyuqdur, bahardır, gecdir. Bu sözlərin hər biri təkcə xəbərdən ibarət olan tək tərkibli cümlədir, şəxsiz cümlədir. Yəni, tək tərkibli cümlə nə deməkdir? Cüt tərkibli nə deməkdir? Bir var deyirəm ki, Araz gedir, Araz axır. Burada iki dənə cümlə üzvü var. Bir mübtədə var, bir xəbər var. Yəni, cümlənin hər iki baş üzvünün iştirakı ilə yaranan cümlələrə cüt tərkibli cümlələr deyirik. Baş üzvlərdən ancaq birinin iştirakı ilə yaranan cümlələrə tək tərkibli cümlələr deyirik. Tək tərkibli cümlələr ya mübtədə əsaslı olur, yəni ancaq mübtədənin iştirakı ilə yaranır. Məsələn, who is on duty today? Bugün növbətçi kimdir? I, mən. Baxın, bu ancaq mübtədənin iştirakı ilə yaranan tək tərkibli cümlədir. Və tamamlanmamış cümlədir. Biz bunu tamamlaya bilərik. I am on duty today. Mənəm bugün növbətçi. Yəni, deməli, əgər yalnız baş üzvlərin biri ilə yaranırsa, bunlara deyirik şəxsiz cümlələr. Şəxsiz cümlələr ya mübtədə əsasında yaranır, təkcə mübtədə olur, ya da təkcə xəbərdən ibarət olur. Təkcə xəbərdən ibarət olan cümlələrə şəxsiz cümlələr deyilir. Məsələn, küləklidir. Bugün küləklidir. Baxın, küləklidir. Burada ancaq, və yaxud da lap belə sadəsini deyim, istidir, qaranlıqdır, gecdir. Təkcə xəbər var burada. Başqa bir şey yoxdur. İngilis dilində də it is windy, it is hot, it is dark kimi cümlələr şəxsiz cümlələrdir. Niyə? Çünki burada it formal mübtədədir. Yəni, İngilis dilində hətta şəxsiz cümlələrində formal olsa mübtədəsi olur. Amma bunlar tərcümə olunmadığına görə mübtədə sayılmır. Və bu cümlələr şəxsiz cümlələrdir. Ona görə də bu cümlələrdə, əgər belə bir tapşırıq düşmüşdü MİQ-də, keçən ilki MİQ-də deyirdi ki, harda it mübtədə deyil
Bax, bu cümlədəki it mübtədə deyil. Çünki bu deyir istidir. Baxın, mübtədəsi yoxdur. Əgər desəm ki, it is a pen, bu cümlə şəxsiz cümlə deyil, it mübtədədir. Çünki deyirəm ki, o qələmdir. Amma it is hot cümləsindəki it formal mübtədədir. Burada deyirəm istidir, o istidir demirəm. It is dark, qaranlıqdır. Baxın, o qaranlıqdır yox, eləcə qaranlıqdır. Müəllim yoldaşlar, bu cümlələrdə çətinlik ola bilər. Ona görə də xahiş edirəm. Nəsə qaranlıq qaldısa, buyurun soruşun. Mən sizin üçün bunu bir də izah edərəm. Buyurun Gülnar xanım, Lamiyə xanım, Leyla xanım, nə isə ola bilər yaxşı izah eləmədim. Buyurun soruşa bilərsiniz. Əgər hər şey aydınsa davam edək. Yox, müəllim. Müəllimə, it often snows in winter. Clef sentence'dir də. Hansı clef sentensdir? It Hansı? often snows in Xeyr, winter. xeyr müəllimə. Clef sentensdən də danışacağam. Clef sentensdə də it mübtədə deyil. Bu şəxsiz cümlədir müəllimə. Mən axı dedim, impersonal, yəni buna deyirlər şəxsiz cümlə. Təkcə xəbərin iştirakı ilə yaranan şəxsiz cümlə. Buradakı itlər mübtədə deyil, formal mübtədədir. O Azərbaycan dilində belədir. Qarlayır, qarlayır, qar yağır deyəndə Azərbaycan dilində bu cümlə bu cür tərcümə olunanda bu olur, buradakı qar mübtədə olur. Bu şəxsiz cümlə deyil. Amma ingilis dilində bu şəxsiz cümlədir. Çünki burada qar sözü yoxdur. Sadəcə deyir qarlayır. Azərbaycan dilində belə deyirdilər, amma indi istifadə etmirlər bunu. İngilis dilində bu cümlə şəxsiz cümlədir. Çünki o tez-tez qışda qar yağır deyil. Burada qar sözü də yoxdur. Snows feildir, xəbərdir. Qarlayır deməkdir. Başa düşdünüz Lamiyə xanım? Bəli. Clef deyil. Clef bilirsiniz nə deməkdir? Bu cümlədə istənilən bir cümlə özvünü mən kəsib cümlənin əvvəlinə gətirib vurğuluyuramsa, bax buna ümumiyyətlə clef kəsmək deməkdir. O olur clef sentence. Orada da it mübtədə deyil. Bax məsələn deyirəm, it was winter. It is winter when often snows. Bu qışdır ki tez-tez qar yağır. Bax bu qışı mən vurğuluyuram ki yazda yox, payızda yox, nə bilim sentyabrda yox, məhz qışda. Bax o clefdir. İndi aşağıda onu izah edəcəyik. Bunlar şəxsizdir. Çünki o tərcümə olunmursa, o demiriksə, deməli bu formal mübtədədir. Baxın, it is windy today. Bugün küləklidir. Yoxdur mübtədə. Bugün zaman zərfidir, küləklidir, xəbərdir. It is hot in the room. Otaq istidir. Otaqda in the yer zərfidir. Bu da ingilis dilində. Amma Azərbaycan dilində mən otaq istidir deyəndə bu şəxsiz olmur. Otaqda istidir. Harda? Otaqda. Nədir? İstidir. It is dark outside. Çöldə qaranlıqdır. Yenə də qaranlıqdır. Mən bu yer zərfini, zaman zərfini deyəndə biraz fərqli olur. Ona görə də təkcə o şəxsi cümləni deyirəm. İstidir, qaranlıqdır, qarlayır, küləklidir. Bax, bunların hamısı şəxsiz cümlələrdir. Bu cür sahadı, havanı deyən cümlələr ingilis dilində itki tərcümə olunmur. Bunlar şəxsiz cümlələrdir. Baxın, deyir ki, to denote nəyə aiddir? Time zamana aiddir bu cür şəxsiz cümlələr. Distance məsafəyə aiddir. Bir də habaya aiddir. It is 10 minutes past 9. Bax, deyirik ki 9-a 10 dəqiqə işləyib. 10 dəqiqə işləyib 9-a. Yenə də mübtədə yoxdur. O tərcümə olunmur. It is evening already. Axşamdır. It is 2 miles. 2 kilometr məsafədir. Hamısında əgər hansı cümlələrdəki o tərcümə olunmur, bu cür cümlələrə deyirik şəxsiz cümlələr. Şəxs nə deməkdir? Mübtədə deməkdir. Mübtədəsi olmayan cümlələr. Yəni bu cümlələrdəki it tərcümə olunmur, bu cümlələrə deyirik şəxsiz cümlələr. Mübtədəsi olmayan şəxsiz cümlələr. İndi Azərbaycan dilində bunu müqayisə edir. Baxın, it is late, gecdir. Bir dənə xəbərdən ibarətdir, şəxsizdir. It is hot, istidir, yenə də şəxsizdir. It is cold, soyuqdur, yenə də şəxsizdir. Amma it is snowing deyirəndə, Azərbaycan dilində deyirik qar yağır, qar.
Artıq burada mübtədə var. Bu tərcümənə fikir vermək lazımdır. Əgər Azərbaycan dilində qar yağır deyirik və bizim cümləmizdə qar yoxdursa, deməli bu ingilis dilində şəxsiz cümlədir. Çünki qarlayır deməkdir bu. Qar yağır yox, qarlayır. Baxın, snow, snowing demirlər. Snow is snowing demirlər. It deyirlər. Yəni qarlayır. It is hailing. Dolu yağır. Azərbaycan dilində tərcüməsi bu şəxsiz deyil. Amma ingilis dilində şəxsizdir. Niyə? Çünki it tərcümə olunmur. Əgər o dolu yağır, o yağış yağır, o qar yağır desəydik, o olduğuna görə it mübtədə idi. It tərcümə olunmursa, deməli bu mübtədə deyil. Bu cür cümlələr ingilis dilində şəxsiz cümlələrdir. Şəxsiz cümlələrin bəziləri Azərbaycan dilində də məhz şəxsiz cümlə kimi tərcümə olunur. Bəziləri isə burada mütləq mübtədə olur. Ona görə də bu cümlələrin tərcüməsi şəxsiz olunur. Aydındır müəllim yoldaşlar? İndiki etiraz yoxdur, deməli aydındır. Və introductory. Introductory nə deməkdir? Elə bil ki, biz o cümlənin mübtədəsini it vasitəsilə təqdim edirik. Introduction sözündəndir, təqdimat sözündəndir. It was impossible for him to visit her that day. Baxın, deyir ki, it was impossible. Yəni, çətin idi. Nə? Cümlənin mübtədəsi, bax, bu qara ilə veriləndir. For him to visit her that day. Həmin gün onu görmək. Məsdər ifadəsidir, məsdər tərkibidir və buradakı mübtədəmiz əslində, bax, bu fordan sonrakıdır. Məsələn, onda it nədir? It əsas mübtədəni təqdim etmək üçün işlədilib. Və cümlənin xəbəri belədir. For him to visit her that day was impossible. Həmin gün onu görmək çətin idi. Burada bu cümlə biraz quruluşu fərqlidir. Yəni, əvvəlcə mübtədə xəbər gəlməyib. Bunu, bax, belə bu cür, yəni introductory, təqdim edici bir şəkildə veriblər. Bu cümlənin xüsusi tipidir. Və buradakı it heç bir funksiya daşımır. Sadəcə olaraq təqdim edir. Əsas mübtədə budur. Bax, cümlə doğru belə olmalıdır. Əgər burada bu cür dəyişiklik olmasa və burada introductory it vasitəsilə verməsələr, cümlə doğru belə olur. For him to visit her that day was impossible. Onun üçün həmin gün onu görmək çətin idi. Digər cümləyə baxaq. It is no use disguising the fact. Deyir ki, faydası yoxdur. Nəyin? Faktları gizlətməyin faydası yoxdur. Və emphatic. Emphatic nə deməkdir? Emphatic ümumiyyətlə vurğulamaq deməkdir. Vurğulamaq. Bir çox bilirik ki, cümlə üzvlərinin vurğulama mənası var. Eyni zamanda, məsələn, do'nun, do bilirik ki, bir feildir. Onun həm köməkçi feil mənası var, həm əsas feil, notional verb mənası var və eyni zamanda bir emphatik mənası da var. Bunu hansısa dərsdə keçəcəyik ki, do'nun da qüvvətləndirmə mənası var və yaxud da ən çox bizim mənanı qüvvətləndirmək kimi emphatik pronounlar var. Məsələn, refleksif pronounlar ki var. Myself, yourself, herself, himself və s. Bunların eyni zamanda empatik mənaları da var və bunlar refleksif pronomlar getmir. Mənanı qüvvətləndirmək üçün istifadə olunur. Cümlədə cümlə üzvü olmur. Eləcə də itdə ancaq qüvvətləndirmək, mənanı qüvvətləndirmək, vurğulamaq mənasında işlənən bir növü də var. Və bunlar da indicə müəllimə dediyi kimi clef sentencelərdə özünü göstərir. Yəni biz hər hansı bir cümlə üzvünü vurğulamaq istəyiriksə, diqqəti cəlb etmək istəyiriksə, onda biz onu, həmin cümlə üzvünü cümlədən çıxardırıq. It is, it was-la cümlənin əvvəlinə gətiririk. Bu cür cümlələrə cümlədən kəsib çıxartdığımıza görə clef, kəsmək deməkdir bu sözün mənası və eyni zamanda buradakı it də yenə də emphatik itdir. Yəni, ancaq mübtədə deyil, impersonal da deyil, şəxsiz cümlədə deyil, introductory də deyil. Burada
emphaticdir. Yəni qüvvətləndirmək mənasında işlənir. Məsələn, it was Pete who saved the child. Bu uşağı xilas edən məhz Pete idi deməkdir. Yəni bu cümlə normal halda belə olub. Pete saved the child. Pete uşağı xilas elədi. Və mən bunu vurğulamaq istəyirəm ki, uşağı xilas eləyən nə mən deyildim, nə Zəhra deyildi, nə tutaq ki, Məmməd deyildi. Uşağı xilas eləyən məhz Pete idi. Və bunu vurğulamaq, xüsusi necə deyim, intonasiya ilə demək, gözə çarpdırmaq istəyirəmsə, qüvvətləndirirəmsə, onda bunu cümlənin əvvəlinə gətirirəm. Yəni, bu başqa biri yox, məhz Pete idi. Uşağı xilas eləyən başqa biri yox, məhz Pete idi. İndi gəlin digər cümləyə baxaq. It is a book that I bought 2 days ago. Bu, mən aldığım kitabdır. Yəni, başqa bir kitab deyil də, 2 gün bundan əvvəl yox, 3 il bundan əvvəl aldığım kitab deyildi. Məhz 2 gün bundan əvvəl aldığım kitabdır. Bunu da vurğulayıram ki, məhz bu 2 gün aldığım kitabdır, bundan əvvəl aldığım kitabdır. Məsələn, mən indi orada başqa cümlə özünü də cümlənin əvvəlinə gətirə bilərəm. Qayıdıram ikinci cümləyə. It was the child who Pete saved. Bu uşaq idi. Yəni, qoca kişi deyildi, qadın deyildi, nə bilim, bir hansısa bir heyvan deyildi. Məhz uşaq idi Pete'in xilas elədiyi. Yəni, istənilən bir cümlə özünü cümlənin əvvəlinə gətirib it is-dən, it was-dan deyirəmsə, bunda onu qüvvətləndirmək üçün işlədirəm. Buradakı itin də funksiyası mənanı qüvvətləndirmək üçün işlədilir və buna da emphatic it deyilir. It was yesterday that I met her. Bu məhz dünən idi mənim onunla görüşdüyüm. O biri gün yox, 3 il bundan əvvəl yox, bugün yox, 1 saat bundan qabaq yox, məhz dünən mən onunla görüşmüşəm. Müəllim yoldaşlar, bunu mən bilərəkdən sizə də dedim ki, mübtədəni ayrıca it-dən başlayan cümlələrim nə vaxt mübtədə olur, nə vaxt olmur, onu ayrıca götürək, çünki bu ayrıca bir dərsin mövzusudur, nisbətən çətindir və yenə də özümü tuturam sizə, buyurun, bizim indiyə qədər öyrəndiyimiz qaydalar içərisində bu olmayıb. Bu, əlbəttə, qayda həmişə olub. 100 illik, 1000 illik bir İngilis qrammatikasıdır. Amma Gülnar xanım çox yaxşı dedi ki, biz bunu məktəbdə tədris etməmişik. Ona görə də ola bilsin ki, bir çətinlik ola bilər. Buyurun, sualınız varsa verə bilərsiniz. Müəllimə, yaxşı olar ki, bu qaydanı atasız qrupa biz əzbərləyək. Mən qaydanı yox, Musayevə, Oruç Musayevə ata bilərəm. Səhifə 302-dədir, tapıb öyrənərsiniz. Bəli, yaxşı olar. Mənim yoldaşlar, əgər sualınız yoxdursa, icazənizlə sağollaşaq, çünki başqa dərsim olacaq. Təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Buyurun, buyurun. Belə deyil. Başa düşmədim, nə? Səsinizi yazmışsınız da, rekord. Bəli, yazmışam. Atarsınız zəhmət olmasa. Bəli, hər kəsin şəxsisinə atacağım. Oradan ondan yəni yararlana bilər. Diqqətinizə görə minnətdaram, müəllim yoldaşlar. Yenə də deyirəm ki, müəllim. əgər